31-ci sual. 10 idmançıdan 6 nəfərlik komanda seçilməlidir. 2 idmançı istəyir ki, ya hər ikisi komandada olsun, ya da heç biri komandada olmasın. Bu iki idmançının istəyini nəzərə almaqla komandanı neçə müxtəlif üsulla təşkil etmək olar? Bu məsələni həll etmək üçün biz iki müxtəlif halı nəzərə alacağıq. Birincisi, biz tapmalıyıq. Bu dediyimiz hər iki idmançı komandada olarsa əgər, neçə müxtəlif yolla belə bir komanda qurmaq olar və ayrıca tapasıyıq. Bu iki idmançı, yəni bu iki idmançıdan heç biri iştirak etməsə bu komandada neçə halla bu komandanı qurmaq olar? Başlayaq birinci iki idmançının da iştirak etdiyi halı tapmağa. Yəni ümumiyyətlə bu o deməkdir ki, yəni ümumiyyətlə 6 yer var. 6 yerdən baxın 1, 2, 3, 4, 5 və 6. 6 yerdən 2 yerin artıq deməli tutulması halıdır. Yəni bu iki idmançı, dediyimiz idmançılar 2 yer tutublar. Yəni mütləq iştirak edirlər. Qalan 4 yer üçün biz yəni iştirakçıları yerləşdirməyimiz lazımdır. Bu 4 yerə idmançıları yerləşdirməyimiz lazımdır. Bunun neçə yolu var? Ümumiyyətlə 10 idmançı var idi. 2 idmançı artıq yerini tutduğu üçün ondan biz artıq bu 2 nəfəri çıxardacağıq. Qalan 8 nəfərdən 4 yerə neçə yolla biz idmançı seçə bilərik, onu tapmağımız lazımdır. Bu da nə deməkdir? Kombinizonla tapılır bu. Kombinizon 8 nəfərdən 4 yerə, yəni 4, 8-dən 4 neçə yolla seçmək olar. Bu birinci hal. İkinci hal nədir? İkinci halda heç birinin iştirak etməsi. Yəni bu iki idmançı iştirak etmirlər. Yenə 6 yerimiz var. 1, 2, 3, 4, 5, 6. Bu 6 yerdən yəni ümumiyyətlə 10 idmançı var idi. 10 idmançıdan indi o 2 iştirak etməyən idmançıları çıxardırıq, istisna edirik onları. Qalan 8 iştirakçıdan 6 yerə iştirakçı seçməyimiz lazımdır. Bu da yenə kombinizon 8 nəfərdən 6 yer seçmək sayı. Və bunları hesablayıb toplamağımız lazımdır ki, doğru cavabı tapaq. Yaxşı. Deməli, kombinizon 8-də 4, üstə gəl. Kombinizon 8-də 6. Bərabərdir. Düstur belədir. 8 faktorial bölünsün. 4 faktorial vur. 8 çıx 4, yenə 4 faktorial. Üstə gəl. 8 faktorial bölünsün. 6 faktorial vurulsun. 8 çıx 6, 2 faktorial. Bərabərdir. Deməli, burada 4 faktorialla 8 faktorial ixtisar gedəcək. 8 faktorialdan 5, 6, 7 və 8 qalacaq. Yəni, surətdə, birinci kəsirin surətində 5, 6, 7 və 8 qalır. Aşağıda da 4 faktorial, yəni 1 vur, 2 vur, 3 vur, 4. Üstə gəl, ikinci kəsirdə 6 faktorial və 8 faktorial ixtisar etsək, burada yəni surətdə sadəcə 7 və 8-in hasili qalacaq. 7 vur 8, aşağıda da 2 faktorial. 2 faktorial bir dəfə 2, yəni 2 deməkdir. Bərabərdir, yenə ixtisar edək. Deməli 4 və 4 yox, gəlin 2 dəfə 4 8 edir, yuxarının 8-i silək. 3-ü 6 ilə ixtisar edək, 2 qalır orada. Aşağıda heç bir şey qalmadı. Yuxarıda 5 vurulsun 2, 10. Vurulsun 7, 70 elədi. Deməli 70, üstə gəl. 2 və 8-i ixtisar edək. 4 qaldı. 4 dəfə 7, 28. Bərabərdir 98-ə. Deməli 98 yolla bunu etmək olar. Doğru cavab B bəndidir. 32-ci sual. Müsbət hədli BN həndəsi silsilənin birinci, yəni ilk 3 həddinin cəmi birinci həddindən 13 dəfə böyükdür. Deməli, S3 bərabərdir 13 dəfə B1-ə. Bu silsilənin vuruğunu tapın deyir. Yəni, Q nəyə bərabərdir, onu tapmaq lazımdır. Yaxşı. S3 nə deməkdir? S3 deməkdir ki, B1 üstə gəl B2 üstə gəl B3 bərabərdir 13 vurulsun B1-ə. İndi buradan B2 və B3-ü B1 ilə ifadə edək. Deməli, B1 üstə gəl B2 yerinə yazırıq. B1 vurulsun Q
üstəgəl B1 vurulsun Q kvadrat bərabərdir 13B1-ə. Sol tərəfdə ortaq vuruq olan B1-i mötərizə xaricinə çıxardaq. Qalacaq 1 üstəgəl Q kvadrat bərabərdir 13B1-ə. İndi hər iki tərəfi B1-ə ixtisar etsək, yuxarıdan yazacağım bunu. Əldə edirik 1 üstəgəl Q kvadrat bərabərdir 13-ə. İndi buradan kvadrat tənlik quraq. 13-ü keçirək sol tərəfə. Olacaq Q kvadrat plus Q 1 çıx 13 edir mənfi 12 bərabərdir 0-a. Buradan Q1 və Q2-ni tapaq. Deməli Q1 və Q2. Bu iki kökün hasili mənfi 12 olması lazımdır. 3 və 4, yəni mənfi 3 və 4 götürsək əgər, mənfi 3 dəfə 4 mənfi 12 edir. Onların cəmi isə mənfi 1-ə bərabər olması lazımdır. Amma mənfi 3 üstəgəl 4 müsbət 1 edir. Ona görə tərsinə götürəcəyik. 3 və mənfi 4 olaraq götürək. 3 dəfə mənfi 4 edir mənfi 12. 3 üstəgəl mənfi 4 mənfi 1 edir. Düzdür. İndi biz bilirik ki, bu silsilə müsbət hədlidir. Ona görə də mənfi 4-ü götürə bilmərik onun vuruğu olaraq. Deməli, bu silsilənin vuruğu 3-dür. Ona görə də doğru cavab G bəndi olacaq. Y bərabərdir fx həqiqi ədədlər çoxluğunda təyin olunmuş cüt və dövri funksiyadır. Dövrü isə 3-ə bərabərdir. Bu funksiyanın qrafiki 0, 2-də 3 parçasında Jx bərabərdir x çıx 2 funksiyası ilə üst-üstə düşür. F2-nin nəyə bərabər olduğunu tapın. Yaxşı, F2 bərabərdir. Funksiya cüt olduğu üçün F2 F-2-yə bərabərdir. Və bu funksiya dövridir və funksiyanın dövrü isə 3-ə bərabər olduğu üçün biz bunu F-2 üstəgəl 3 olaraq yaza bilərik. -2 üstəgəl 3 1 edir. Deməli, F1-ə bərabərdir. 1 isə 0, 2-də 3 parçasına daxil olan ədəddir. Və bu aralıqda, bu parçada F funksiyası J funksiyası ilə üst-üstə düşür. Deməli, F1 J1-ə bərabərdir. J funksiyasının deməli, nəyə bərabər olduğunu veriblər bizə. X çıx 2-yə bərabər. Deməli, X-in yerinə sadəcə 1 yazacağıq. 1 çıxılsın 2 bərabərdir -1-ə. Deməli, F2 -1-ə bərabərdir. Doğru cavab B bəndidir. 34-cü sual. ABCD kvadratının AB tərəfi pi müstəvisində yerləşir. Çəkək bu müstəvini. Bu bizim pi müstəvisi olsun. ABCD kvadratının da AB tərəfi deməli bu müstəvi üzərində yerləşir. Misal üçün bu bizim deməli A, B, C və D kvadratı olsun. AB tərəfi bu müstəvinin üzərində yerləşir. Yaxşı, davam edək. Kvadratın C nöqtəsindən P müstəvisinə qədər məsafə, C nöqtəsi buradır. Müstəviyə qədər məsafə perpendikulyar çəkmək lazımdır. Budur. Yəni, bu məsafədən gedir söhbət. Deməli, C nöqtəsindən P müstəvisinə qədər məsafə bu kvadratın diagonalından 2 kök altda 2 dəfə kiçikdir. Kvadratın tərəfinə əgər biz, yəni diagonal ümumiyyətlə bu bizim diagonal olsun. Kvadratın tərəfi əgər A olarsa, bu kvadratın diagonalı nə olacaq? Deməli, bunun Pifaqor teoreminə görə hesablasaq, A kvadrat üstəgəl A kvadrat 2A kvadrat kök altda götürürük, olur A kök altda 2. Yəni, nə demək istəyirəm? Yəni, əgər biz kvadrat, yəni düz bucaqlı 3 bucaq götürsək və biz bilirik ki, bu diagonal həm də
bucağın tən bölənidir. Ona görə 90 dərəcə yarı bölü 45-45 olur bunların hər biri. Bura 90 dərəcə. Yəni bunun katetləri bərabərdir. Tutaq ki, adalar bayaq burada qeyd etdiyimiz kimi. İndi biz bunun hipotenuzunu tapmaq istəyirik. Hipotenuz nəyə bərabərdir? Pifaqor teoreminə görə kök altda a kvadrat üstəgəl a kvadrat olacaq. Yəni kök altda 2a kvadrat, bu isə elə burada yazdığım a kök altda 2-yə bərabərdir. Bizə deyir ki, C nöqtəsindən müstəviyə qədər məsafə diagonaldan 2 kök altda 2 dəfə kiçikdir. Diagonalın uzunluğu a kök altda 2 oldu. Deməli, a kök altda 2 bölünsün kiçik olduğu üçün, yəni 2 kök altda 2 qədər kiçik olduğu üçün bölmək lazımdır. 2 kök altda 2-yə. Kök altda 2-lər ixtisar gedəndə nə qalacaq? A böl 2 qalacaq. Yox, mən 2 kök altda 2 yazdım. Bəli, düzdür. Deməli, nə aldıq? A böl 2 aldıq burada. Yəni, C nöqtəsindən müstəviyə qədər məsafə A böl 2-dir. Bunu buradan indi silib birbaşa A böl 2 yazıram. Bizdən, baxın, bu bucağı soruşur. İki üzlünün, yəni kvadratla müstəvinin əmələ gətirdiyi bucaq, iki üzlü bucağı tapmaq lazımdır, ölçüsü nədir? İndi isə baxın, bu üç bucağa nəzər yetirək. Bu üç bucağa nəzər yetirək. Bu üç bucaqda hipotenuzun uzunluğu A-dır, çünki kvadratın tərəfidir. Bir katet A böl 2-yə bərabərdir. Düzbucaqlı üç bucaqdır. İndi fikir verin. Bu bucağın qarşı tərəfində olan katetin uzunluğu hipotenuzun yarısına bərabərdir. Bu nə vaxt olur? O vaxt olur ki, bu bucaq 30 dərəcə olsun. Sadəcə və sadəcə 30 dərəcə olanda bu hal mümkündür. Deməli, bu iki üzlünün dərəcə ölçüsü 30 dərəcədir. Doğru cavab olur A bəndi.